Əziz dinləyicilər, bugün sorağı Orta Asiya və bütün Qafqaza yayılmış Yuxarı Qarabağ, eləcə də Zəngilan rayonunun ağır seyitlərindən olan Mircəfərov Seyid Həsən ağa haqqında söhbət açmaq istəyirəm. Seyid Həsən ağa ömür yolunu yalnız öz ailəsinə deyil, həm də xalqına, torpağına, insanlara xidmətə həsr etmişdir. O, öz fəaliyyəti ilə bütün insanlara nümunə olmuşdur. El-obasının sosial, mənəvi və əxlaqi həyatında mühüm rol oynamış, insanlar ona müraciət etdikdə sığınacaq tapmış, kəlamlarına və tövsiyələrinə qulaq asmışlar. Seyid Həsən ağanın xatirəsi onun ailəsinə və cəmiyyətə miras qoyduğu hörmət, ləyaqət və mənəvi zənginlik gələcək nəsillər üçün əvəz olunmaz nümunədir. Şair İsmail Zəngilanlının Seyid Həsən ağanın əziz xatirəsinə ithaf etdiyi şeiri sizlər üçün səsləndirmək istəyirəm. Allah Əkbər deyib, çəkdik adını. Ürəklərdə gəzdiririk odunu. Göz aradı, görənmədik yurdunu. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Gözümüzün önündədir gəlişin. Mat qoymuşdu bizi vallah hər işin. Düşür yada hərdən asta gülüşün. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Şux qamətin at belində gəzərdi. Qoşa kəmər qəddinizi bəzərdi. Göy dəmir at hər minəndə süzərdi. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Bərkə düşən cəddinizi çağırır. Adınıza arxa ümid bağlayır. Nəzir üçün gözəl qoç da bağlayır. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Kövrəltdiniz, ağa, bizi bu yerdə. Heç demədin nə gəzirsən bu yerdə. Unutmursan el-obanı bu yerdə. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Xəstələrin dərdin üzdən bilirdin. Nəfəsinlə gələnləri diriltdin. Get sağlam ol, xəstələnmə deyirdin. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Əl qaldırdın, gedən qatar dayandı. Təəccübündən neçə nadan utandı. Sizdə olan hikmətə inandı. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Çox insanlar
şəfa tapıb əlindən. Azad etdin dərd bəlanın əlindən. İnciməzdi bircə kəs də dilindən. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Allahın ən yaxın dostu idiniz. Nura dönüb o sənaya qalxdınız. Doğulandan cənnət məkan idiniz. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. İsmailam, qarşında baş əyirəm. Sizə min rəhmət olsun deyirəm. Dönə-dönə əllərindən öpürəm. Ağa, sizə ziyarətə gəlmişəm. Qəbul eylə, nə niyyətə gəlmişəm. Allah rəhmət eləsin ağamıza.